Bu sualın izahına baxaq. Yenə xəritə sualıdır. Deyir, 20-ci əsrin 60-cı illərində 20-ci əsrin 60 yazırsınız bura. 1960-cı illər. SSR ilə arasında silahlı münaqişənin baş verdiyi dövləti xəritədə göstərin. Oxuduğunuz sualı. Sonra fikirləşin. 1960-cı ildə SSR ilə hansı dövlət arasında münaqişə baş verib? Təbii ki də Çin arasında. Çünki hardan bilirik? 1969-cu ildə Çin ilə SSR arasında Damask vilayəti uğrunda mübarizə gedib. Deməli, hansı dövlət tapdıq biz? Çin. İndi xəritəyə baxaq. Baxın, 2 elə Çindir. Böyük ərazi. Baxın, Ç hərfinə də oxşuyur. 2-nin yanı 5. Baxın, göz damlasına da oxşuyur. Baxın, bura Hindistandır. Görürsünüz, sərhəddədir, Çinlə sərhəddə. 4 Monqolistan. 1 Hindistanın yanı Pakistan. Sonra burada 3. Baxın, bu Xəzər dənizidir. Xəzər dənizinin altındakı dövlət bizlə sərhəddə olan İran ərazisidir. İran. Bizdən də Çini soruşduğuna görə cavab olacaq 2. Sonra bu sualda nə deyir? Deyir ki, 1932-ci ildə Millətlər Cəmiyyətinə qəbul olan dövlət istəyir. 1932-ci ildə Millətlər Cəmiyyətinə qəbul olub Türkiyə. Mustafa Kemalın hakimiyyəti dövründə. Baxırıq xəritədə hansı əraziləri istəyir bizdən. Baxın, 1 Rusiyadır. Görürsünüz, baxın, bu böyük ərazi. Rusiya. Sonra 2 görürük ya ayrı bir adadır. Haradır bura? İngiltərə. İngiltərənin aşağısı avtomatik hara olacaq? Fransa. Yenə Fransanın A'sı 3 olacaq Almaniya. Bir də qaldı burada 5. Buradakı Türkiyədir. Türkiyə. Baxın, necə asan yadda saxlayın. Türkiyə 2 dənə dənizin ortasındadır. Yuxarı Qara dənizdir. Aşağısı Aralıq dəniz. Yaxşı, belə yadda saxlayın. Türkiyə ərazisi. Deyək ki, Rusiyanın aşağısında. Bizdən də Türkiyəni soruşduğuna görə cavabımız olacaq 5. Sizə burada başqa cür verə bilər bu sualı. 32 yazmaz. Deyək ki, 1926-cı ildə Millətlər Cəmiyyətinə daxil olan dövləti tapın. 26-dakı Almaniya daxil olub. Baxın, 4-ü götürəcəksiniz. Deməli, uşaqlar, sizə bu xəritənin izahını vermək istəyirəm. İmtahana belə tipli sualların düşmə ehtimalı çoxdur. Nə deyir sualda? Deyir, 19-cu əsrin ikinci yarısında yaranmış Üçlər İttifaqına daxil olan dövlətləri xəritədə müəyyənləşdirin. Birinci biz tapmalıyıq ki, Üçlər İttifaqı açan yaranıb 1882-də. Düzdür, tapdınız, yazın qırağına. Sonra baxın, Üçlər İttifaqında hansı dövlətlər iştirak edib? Yazın yenə. Almaniya, İtaliya, bir də Avstriya, Macaristan yazdınız. Sonra keçin xəritəyə. Xəritədə görün hansı dövlətləri verib. Yenə üzərinə yazın testdə. Baxın, 1 haradır? İspaniya. Avropanın başlanğıcı başlayır İspaniyadan. İspaniyanın 2 Fransa yazın üstünə. Baxın, Fransanın axırı nə ilə qutarır? A-nın. Deməli, 4 olacaq Almaniya. 4-ün aşağısı 5 Avstriya, Macaristan. Bir də 3 qaldı. Ən asan ərazidir bu. Yəni uzunboğaz çəkmə İtaliya. Yazdığınız əraziləri xəritənin üzərinə. Sonra tapın sizə hansı dövlətlər lazımdır. Deməli, Almaniyanı tapmalısınız. Olacaq 4. Sonra İtaliyanı tapmalısınız. Olacaq 3. Bir də Avstriya, Macaristanı tapmalısınız. O da olacaq 5. Deməli, cavabımız nə olur? 4, 3, 5. Baxın, çox sadə sualdır. Həmişə test işləyəndə üzərinə yazın. Sizdən hansı dövlətləri soruşur, hansı əraziləri verib sizə. Hamısını yazandan sonra cavabınızı tapın. Bu sualın izahına baxaq. Deyir ki, 1921-ci ilin sonu, 1922-ci ilin əvvəllərində Vaşinqton konferansında 4 dövlət müqaviləsini imzaladı.
Yadımıza salırıq 4 dövlət müqaviləsini. Baxın, Vaşinqton konfransında bir 4 dövlət müqaviləsi var. Bir də ki, Çinə aid bir müqavilə var. Bizdən 4 dövləti soruşursa, yazıda salın hansı dövlətlər iştirak edib burada? Yazın qırağına. Deməli, birinci ABŞ, sonra İngiltərə. İngiltərə varsa onun quyruğu kimdir? Fransa. Bir də ki, Yaponiya. Tapdığınız dövlətləri yazdınız qırağına. İndi baxın, sizə xəritə hansıdır? Qitənin xəritəsini verib, Avropa qitəsinin. Deməli, Avropa qitəsini veribsə, burada Yaponiyanı sizdən soruşa bilməz. Yaponiya Asiyadadır. Avropa qitəsini veribsə, sizdən ABŞ-ı soruşa bilməz, çünki Amerika qitəsindədir. Deməli, 2 dənə. Fransa ilə qaldı İngiltərə. Birinci baxaq dövlətlərə xəritədəki. 3 aradır. Portuqaliya. Portuqaliyanın aşağısı İspaniya. Ümumilikdə bu Prenin yarımadası gedir. İspaniyanın yanı Fransa. Baxın, yenə deyirəm, Fransanın A'sı 5 ara olacaq Almaniya. Almaniyanın yanı 4-dəki Polşa. Baxın, Polşanın axırı da anan qutarır. Almaniyanın başlanğıcı da anan başlayır. Belə də yaxda saxlaya bilərsiniz. Aha. Bizə də hansı ərazi lazım idi? Ya İngiltərə ya da Fransa. İngiltərəni verməyib, bizə Fransanı verib. Deməli, neçə olacaq cavab? 2. İngiltərə isə Fransanın üstüdür. Baxın, bu ərazidir. Yəni, bunlar həmişə bir-birinin yanındadır da. Bütün müqavilələrdə, döyüşlərdə İngiltərə ilə Fransa bir-birinin yanındadır. Cavabımız oldu 2. Sonra belə bir suala baxaq. Yəni deyir, xəritədə verilmiş dövlətlərə aid uyğunluğu müəyyən edin. Baxın, belə tip suallarda həmişə sualın şərtinə baxın. Bəzən sizdən əsrindən soruşur. Məsələn, deyir ki, xəritədə verilmiş dövlətlərin 20-ci əsr tarixinə aid və ya da ki, 19-cu əsr tarixinə aid olan hadisəni seçin. Ona görə avtomatik bu əsri bir dənə dairəyə alırsınız ki, yəni, məsələn, 20-ci əsrdən başqa, məsələn, 19-cu əsrə aid hadisə verəndə onu çıxın. Amma burada rahat sualdır, yəni heç bir əsr soruşmur sizdən. Baxırıq xəritəyə. Bizə 2 dənə dövlət verib. 1, 2. Bir haradır? Fransa. 2 haradır? Fransanın A'sı. Deməli, hara olacaq? Almaniya. Deməli, deyir ki, 2-ci Tiryək müharibəsində iştirak etmişdir. Avtomatik yazıda salın. Tiryək müharibəsi, 2-ci Tiryək. Yazın qırağına neçənci illərdə olub? 1856-60. Kimlər arasında olub? Çin, Fransa ilə İngiltərə. Kim qalib gəlmişdi? İngiltərə ilə Fransa. Deməli, 2-ci Tiryək müharibəsində hansı dövlət iştirak edəcək? 1. Yəni, Fransa. Yazırıq bura A. Deyir, Schlieffen planını hazırlamışdır. Yazı salın. Schlieffen planını harada görmürsünüz siz? Dünya müharibəsində, 1-ci Dünya müharibəsində ildırım sürətli müharibə planı. Kim bunu tətbiq etmişdi? Almaniya. Hətta bunu müharibədən əvvəl 1905-ci ildə hazırlamışdı. Deməli, Almaniyaya aid oldu B. Sizdə deyir ki, 20-ci əsrin əvvəllərində kapital ixracına görə dünyada 1-ci yerdə idi. Baxın, 20-ci əsrdə uşaqlar, bir var kapital ixracına görə dövlətlər, bir də var sənaye istehsalına görə dövlətlər. Kapital ixracına görə deyirsə 1-ci yerdə İngiltərə, 2-ci yerdə ABŞ-dır. Sənaye istehsalı deyirsə sizə 1-ci yerdə ABŞ, 2-ci yerdə Almaniyadır. Bizdə bura nə İngiltərəni verib, nə ABŞ-ı verib. Deməli, bu nədir? Səhvdir, cəbəndə, heç birinə aid deyil. Dedə deyir ki, 1-ci Dünya müharibəsinin başa çatmasız ərəfəsində monarxiyanın devrilməsi. Biz bilirik ki, 1-ci Dünya müharibəsinin nəticəsində bir çox dövlətlərdə imperiya devrilmişdi, yəni monarxiya. Almaniyada devrilmişdi, Rusiyada devrilmişdi, Avstriya, Macaristanda devrilmişdi. Bizə də burada Almaniyanı verdiyinə görə deni götürürük Almaniyaya. EDS deyir, qollizm siyasətinin həyata keçirilməsi. Elə adından da görüldüyü kimi qollizm. Avtomatik yazıda nə gəlir? Charles de Gaulle. Deməli, hansı dövlətə aiddir bu qollizm siyasəti? Fransaya. Bu sualda bizə nə deyir? Deyir, 2-ci Dünya müharibəsi illərində SSR ilə Almaniya arasında imzalanmış dostluq və sərhədlər haqqında müqaviləyə görə ərazisinin bölüşdürülməsi rəsmiləşdirilmiş ölkəni xəritədə göstərin bizə. Baxın, SSR ilə Almaniya arasında 1-ci 1930
1939-cu ilin avqustunda Molotov-Ribbentrop paktı imzalanır. Bu paktda əsasən iki dövlət bir-birinə hücum etməyəcəkdi. Daha sonra Molotov-Ribbentrop paktına əlavə bir gizli saziş protokolu imzalanır. Bu da yenə 1939-cu ilin sentyabrında olur. Dostluq və sərhədlər haqqında müqavilədir. Elə baxın, bu dostluq və sərhədlər haqqında müqaviləyə görə SSR ilə Almaniya arasında Polşa ərazisi bölüşdürülməli idi və bu rəsmiləşdirildi. Bir də ki, Şərqi Avropa SSR ilə Almaniyanın nüfuz dairəsinə çevrildi. Deməli, bizdən bölüşdürülən ərazini soruşursa, hara olacaq? Polşa. Baxaq xəritədə bizə göstərilən ərazilərə. 5 bilirik ki, İtaliyadır. Sonra 1 Rumıniya. Rumıniyanın aşağısı Bolqarıstan. Sonra 3 Çexiya. Bir də 4 Polşa. Deməli, bizdən Polşanı soruşduğuna görə neçə götürəcək? 4-ü. Cavab D bəndi. Bu sualın izahına baxaq. Nə deyir bizə? Deyir ki, 1856-cı ildə Paris müqaviləsinə aid uyğunluğu müəyyən edin. Bilirik ki, Paris müqaviləsi Krım müharibəsinin sülhüdür. Krım müharibəsi də açan olub 1853-dən 56-ya qədər və müqaviləsi də oldu Paris müqaviləsi. Deməli, xəritədə bizə 2-ni verib Rusiya, biri də verib Osmanlı. Deməli, 1, 2. Nə deyir ada? Polşanın bir hissəsini ələ keçirmişdir. Bu, Paris müqaviləsinin şərti deyil. Yəni, nə Rusiyaya aiddir, nə də ki, Osmanlıya, Parisə görə. Bunu çıxırıq. Rumıniyanın müstəqilliyinin tanınması. Baxın, Rumıniyadır, Serbiyadır, Çernogoriyadır. Bunların müstəqilliyi Berlindən tanınır. Baxın, müstəqilliyin L-sı, Berlinin L-sı. Deməli, Rumıniya, Serbiya, Çernogoriyanın müstəqilliyini soruşsa, Berlin konferansını götürün. Bunu da çıxın. Ölkənin ərazi bütövlüyünün təmin olunması, bəli, Paris müqaviləsinə görə Osmanlının ərazi bütövlüyü və yaxud da ki, Balkan yarımadasının ərazi bütövlüyü tanınmışdı. Getdi bura C. Deyir, Qara dəniz sahillərində qalalara sahib olmaq hüququndan məhrum edildi. Bu isə Rusiyaya aiddir və Parisin bir şərtidir. Baxın, Paris müqaviləsinə görə Rusiya həm Qara dənizdə qalalar tikməkdən, həm də ki, orada donanma saxlamaqdan məhrum edilmişdi. Yalnız 1871-ci ildə London müqaviləsi imzalanacaq. Baxın, o müqavilə ilə yenidən Rusiya Qara dənizdə qalalar tikə biləcək, donanma saxlaya biləcək. Edə deyir ki, Elzas və Lotaringiyanın itirilməsi, bu bilirik ki, Fransaya aid bir hadisədir. Avtomatik belə qarşısına yazın. Fransadakı hansı müharibədə Almaniya ilə Fransa arasında müharibə olmuşdu və 1871-ci ildə Versal və yaxud da ki, Frankfurt müqaviləsi imzalanmışdı. Baxın, həmin o müqaviləyə görə Elzas və Lotaringiyanı Fransa itirmişdi. Yəni, bura bir aidiyyatı yoxdur. Həmişə test işləyəndə yenə deyirəm, qarşısına yazın, hansı hadisə hara aiddir. Çünki sonra cavab kartına köçürdəndə çaşmayın. Deyir ki, Böyük Britaniyanın ilk dominionu. Bilir ki, Böyük Britaniya ilk dəfə dominion hüququnu verdi 1867-ci ildə Kanada ərazisinə. Düzdür, Kanada harada yerləşir? Amerika qitəsində. Bizə burada verib. Baxın, Amerika qitəsi bu iki dənə ərazinin birləşdiyi yerdir. Bura. Elə baxın, burada 2 Kanadadır. Sonra bura Avropa qitəsidir. Baxın, bura. 1 Afrika qitəsidir. Sonra 4, baxın, Hindistan nəzərdə tutulub burada. Hindistana da İngiltərə dominion hüququ verib, amma Hindistana dominion hüququnu haçan vermişdi? Etli hökumətinin dövründə 1945-ci ildə. 3 haradır? 3-dəki Avstraliyadır. Avstraliya. 5-dəki Rusiya hissəsinə düşür. Bizdən Kanadanı soruşduğuna görə götürəcəyik 2. Baxın, Kanadanın aşağısı bu hissə isə ABŞ ərazisidir.
Deməli, bizə deyir ki, xəritədə A və B ilə işarələnmiş dövlətlərin 17-ci əsr tarixinə aid xüsusiyyətlərinin Venn diaqramına əsasən uyğunluğunu müəyyən edin. Baxın, sizdən nə soruşur? 17-ci əsr. Avtomatik buranı bir dənə dairəyə alırsınız ki, çaşmayın. 17-ci əsri çevirirsiniz ilə 1600-1700. Baxın, bu aralıq tapmalısınız siz. Xəritədə baxaq, A haradır? İngiltərə. B haradır? Osmanlı. Aha. Bir də deyir ki, Prut müqaviləsinə görə geniş ərazilər ələ keçirilmişdir. Yazırsınız bura, Prut müqaviləsi açan olub 1711-də. Sizdən neçənci əsr soruşur? 17-ci əsr. Bunu çıxın, çünki 18-ci əsrdir. Müqəddəs birlikli müharibə aparılması. Yazırsınız bura, müqəddəs birlik açan yaranıb 1684-də. Hansı dövlətə qarşı? Osmanlı dövlətinə qarşı. Və bunun müharibəsinin nəticəsində də 1699-da Osmanlı məğlub oldu, sülh müqaviləsi imzaladılar. Görürsünüz, neçənci əsrdə? 17-ci əsrdə. Hansı dövlət? Osmanlı dövlətinə aiddir. Yazırıq bura B. C-də deyir ki, Səfəvi dövləti ilə müqavilə imzalanması. Baxın, Səfəvi dövləti ilə İngiltərə də müqavilə imzalayıb 1621-ci ildə. Şah 1-ci Abbasın dövründə dostluq və ticarət müqaviləsi. Təbii ki, Osmanlıda nə qədər istəyirsiniz müqavilə imzalanıb. Amma siz neçənci əsrini tapmalısınız? 17-ci əsri. Deməli, baxın, 1612-də İstanbul, 2-ci İstanbul, 1618-də Mərənd və 1639-da da Qəsr-i-Şirin. Görürük ki, 17-ci əsrdə həm İngiltərə, həm də Osmanlı dövləti Səfəvi ilə müqavilə imzalayıb. Yazdıq C. C-də deyir ki, Şimali Amerikada ilk koloniyaların salınması, bu təbii ki də İngiltərəyə aiddir. 1607-ci ildə. Görürük, bu da neçənci əsrdir? 17-ci əsr olduğuna görə götürürük. Yeni sülalələrin hakimiyyətə gəlməsi, Osmanlı dövlətində yeni sülalə yoxdur, elə Osmanlılardır. Amma İngiltərədə 2 dənə sülalə var. Bir Tudorlar, bir də Stuartlar. Stuartlar sülaləsi də 1603-də gəldiyinə görə, bu da neçənci əsrdə? 17-ci əsr olduğuna görə gedir bura İngiltərəyə evləndi. Həmişə xəritə və yaxud da ki, sual verəndə əsrə fikir verin. Bir uyğunluğu müəyyən edin. Birinci baxaq, xəritədə bizə hansı ərazilər verdi. Baxın, bu çəkmə İtaliya, yəni Romadır. Romanın aşağısı bir Karfagen. Baxın, bu Yunanistan. Yunanistanın aşağısı Krit. Baxın, Kritin aşağısı Misir. Bir də baxın, bəzi xəritələrdə sizdən bu ərazini soruşar. Burada Suriyadır. Tapdıq əraziləri. Baxaq suala. Deyir, Pun müharibələri gedişində Romanın əyalətinə çevrildi. Birinci yadımıza salaq, Pun müharibələri haçan olub? Eradan əvvəl 264, 146. Roma ilə Karfagen arasındaydı və Roma qalib gəlib Karfageni öz əyalətinə çevrildi. Deməli, bir aid olacaq A. Deyir, Avropada ilk sinifli cəmiyyət burada yaranmışdı. İlk sinifli cəmiyyət harada? Yəni, Avropanın ilk dövləti Kritdir. Eradan əvvəl 3-cü minillikdə yaranmışdı. Deməli, 2 olacaq B. İmperiya dövründə Romanın əyalətinə çevrilmişdi. Bunu siz çaşdırmaq üçün verib. Çünki niyə? Eradan əvvəl 30-cu ildə Misir Romanın əyalətinə çevrilib. Amma həmin vaxtı Misir, Roma imperiya yox, respublikaydı, çıxırsınız. Makedoniya dövlətinin hücumuna baxmayaraq müstəqilliyini saxlaya bilmişdi. Yenə sizi çaşdırmaq üçün verib, yenə Misirə görə verib. Xeyr, onsuz da Makedoniya İskəndər Misirə hücum edəndə, eradan əvvəl 332-də, Misir onsuz da daxili müstəqilliyini itirmişdi. Çıxırıq. Makedoniya İskəndərin ordusu tərəfindən işğal edilmişdi. Bu da ki, Misirdir, bəli, dediyimiz kimi, eradan əvvəl 332-də. Getdik, evləndi. Bu sualda isə deyir, bizə Osmanlı Sultanı 1-ci Səlimin dövründə ələ keçirilmiş ərazini göstərin. Səlimin dövründə 2 dənə hadisə var. Bir Çaldıran döyüşkəni Səfəvilərlə müharibə, bir də 1517-ci ildə Misirin tutulması. Bizdən də Misiri burada soruşur xəritədə. Baxırıq Misirə. Bax, Misiri tapmaq necə asandır? Bu aralıq dənizidir.
Düz Aralıq dənizinin aşağısında baxın, Misir buradır. Bir ərazisi. Yanından baxın, qırmızı dəniz keçir. Baxın, belə bir uzun dəniz. Buranın da yadda saxlaya bilərsiniz. Cavab B bəndi.